Təcili, Bakıya yağan qar intensivləşəcək, şəhər ağ örpəyə bürünəcək, temperatur kəskin düşür. Azərbaycanda fevralın 5-də qar yağacağı, yolların buz bağlayacağı gözlənilir. Report xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında fevralın 4-dən 5-nə keçən gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyə qədər isti, gündüz 2-4 dərəcə isti olacaq. Gecə və səhər saatlarında bəzi şəhər ətrafı ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur. Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var, səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-13, gündüz 0-3 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.